intelligent var, İntellekt. Hər nəsə bildi, qulaq. O gün də sasetka deyirəm, deyirsən sasetka. Sasetka başqadır. Mənə nətər rahat elə deyil. Qulaq as. Və bu, soz qaldı üzümdə. Bu süni intelligent, bu doğa bilir, mən nəni ola biləcəm. Nə vaxt istəyirsən, Nötər yəni. nə qədər istəyirsən. Patona. İstəyirsən qız doğsun, istəyirsən oğlan doğsun, istəyirsən əkiz doğsun. Mama, istəyirsən səni oxşasın, istəyirsən məni oxşasın, istəyirsən rəhmətli dədəmi oxşasın. İraq olsun, yazıq. Mama, istəyirsən 9 aya, istəyirsən 6 aya, istəyirsən 3 aya, istəyirsən Saxla. bir həftəyə küçükləsin sənin üçün, nə qədər nəvə istəyirsən. Saxla, lazım deyil. Bunu elə düzət ki, elə qoy 9 aya normal doğsun. Başla. El obadan ayıqdır. Başla. Proqramı elə yazaram. Proqramı elə yazaram. Elə yaz. Deməli özü doğur. Göbəyə özü kəsir. Nə pampersə, nə dayəyə. Heç bir də ehtiyacı yoxdur. Nə deyirsən? Qoy arvadlara zəng elim, gəlsinlər, dana yığışaq gedək kiminsə qapısına, elçiliyə getməliyik. Əşi, nə qapı otur rəhmətliyin nəvəsi, nə elçi, nə nişan, nə toy. Telefonla sifariş eləmişəm. Patona. Hardasa bir 10-15 dəqiqəyə gətirməlidirlər. Bax, mama, deməli, bir ay yaşayır bizdə. Hoşumuza gəldi, qalacaq. Gəlmədi, dalından bir təpi qaytarım. Pul da oturur karta. Yəni, elə boşuyursan. Bir ay vaxt verirlər. Boşuyuram da, belə deyək. Özü boşanandan sonra, bax, nəsə nə deyəcəklər ki, qızın xalası filan yolun yolcusu idi, ona görə boşadılar. Oğlan narkoman idi, nə bilim, gəlin doğmurdu, ona görə boşadılar. Başın diş, sakit, qulağın sakit. Oturacaqsan yerində, vəssalam. Necədir, razısan? Nə deyirəm, ay bala, sən bilən məsləhətdir. Mama, Hə. deyirəm, sən də dul arvadsan, bəlkə bir dənə sənə özümə robot ata sifariş edeyim. Mənə? Robot kişi. Zarafat edeyim, zarafat edeyim. Ondan Luçu o bibim Bənövşiyə zakaz elə 20 ildir ki dul. O da bir də əzim məsələmlər. Neyse geldik bugünü de gördük.